Salamlar hər kəsə. Bu videoda mən sizinlə dostlarla bərabər əyləncəli vaxt keçirərkən maraqlı olacağını düşündüyüm üçün daxil olduğumuz, lakin nəticəsində çox təəccübləndiyimiz bir saytı paylaşmaq istəyirəm. Bu gördüyünüz Matrix saytıdır. Burada həm maliyyə, həm uşaqlar, həm partnyorlar, həm tərəfdaşlarınız, həm də şəxsi brendinizlə bağlı məlumatlara əldə edə bilərsiniz. Baxın, burada gördüyünüz kimi saytın özü rus dilindədir, lakin narahatçılığa ehtiyac yoxdur. Bu hissədən siz də daxil olub dili istədiyiniz dilə çevirə bilərsiniz. İngilis dili, rus dili, türk, Azərbaycan, bütün dillər var. Mən rahatlıq olsun deyə Azərbaycan dilini seçdim. Burada gördüyünüz bəndlər var. Siz özünüzə lazım olan bəndlərdən birinə daxil olursunuz və daxil olduqdan sonra isə burada adınızı qeyd edirsiniz. Aşağıda isə doğum tarixinizi qeyd edib hesablamaq düyməsinə basırsınız. Mən random bir ad və tarix seçdim. Baxın, belə bir pəncərə açıldı. Bu xəritəni skrin edirsiniz. Daha sonra isə ekranı aşağı doğru sürüşdürürsünüz və burada sizinlə bağlı məlumatlar olur, maraqlı. Şəxsi məqsədiniz, hədəfləriniz, sosial mühitiniz, mənfi və ya müsbət xüsusiyyətləriniz, bütün hamısı ilə bağlı məlumatlar var. Həqiqətən çox maraqlı idi. Biz dostlarla birlikdə etdik və çox şey üst-üstə düşdü və ona görə də elə bu saytda bunu paylaşmağa qərarı aldım. Gördüyünüz kimi ətraflı məlumat yazılıbdır, karmalar və s. İlk iki bənd burada açıldı. Digər bəndləri açmaq üçün isə saytda qeydiyyatdan keçməyə lazımdır. Mən bunu etmədim. Yadınızdadırsa biz doğum xəritəsini skrin eləmişdik. Ağlıma belə bir fikir gəldi ki, həmin xəritəni skrin edib Geminiyə yolladım və o da mənə çox maraqlı məlumatlar verdi. Baxın, burada şəkli əlavə edib yollayıram. Davamında isə o məlumatlar verir və siz də istədiyiniz sualları verə bilirsiniz ardıcıl. Bəli, gördüyünüz kimi uzun-uzun məlumatlar yazılıbdır. Burada sizə maliyyə kanalı, pul hardan sizə gələ bilər, sizdə hansı sahələrdə daha uğurlu ola bilərsiniz, özünüzü hansı istiqamətə daha çox inkişaf elətdirməlisiniz. Bütün hər şeylə bağlı məlumatlar var idi və eyni zamanda özünüz də davamında başqa suallar da verə bilərsiniz. Məsələn, karyeranızla ilə bağlı suallar verə bilərsiniz, sağlamlıqla bağlı suallar verə bilərsiniz. Mənim etdiyim insanlarda onların sağlamlıq problemlərində, məsələn, belə deyək də, oynaqlarda problem varsa, doğrudan xəritədə bunu göstərdi ki, siz də oynaqlarda problem yaşaya bilərsiniz, əsəbləriniz zəif ola bilər, yuxusuzluq çəkə bilərsiniz. Doğrudan da, yəni bu xəritədə də həmin şeylər yazılmışdı. Doğrudan çox təəccüblənmişdik. Ümumilikdə davamında özünüz seçə bilərsiniz, nə istəsəz yaza bilərsiniz, fərqi yoxdur yəni. Əgər sizə də Matrix yol xəritəsi maraqlı gəlirsə, videonun açıqlamasında linki əlavə edəcəm. Oradan daxil olub öz Matrixinizi pulsuz şəkildə yoxlaya bilərsiniz. Və bir də bu saytda gördüyünüz kimi hər spesifik mövzuya aid daxil ola bilərsiniz. Maliyyə matrixinə məsələn daxil olsaz, sizlə bağlı maliyyə problemləriniz, maliyyə ilə bağlı nələrdə uğur qazana bilərsiniz, bunlar göstərilir. Baxın, belə. Daha sonra uyğunluq matrisi var ki, bura daxil ola bilərsiniz. Burada həm partnyorunuz ola bilər və ya tərəfdaşınız ola bilər. Həmin insanın adını, doğum tarixini, öz adınızı, özünüzün doğum tarixini yazıb uyğun olub olmadığınıza, tərəfdaşlığınızın uyğun olub olmadığını yoxlaya bilərsiniz. Uyğunluq matrixində mənə nə maraqlı gəldi. Burada tərəfdaşınızın və özünüzün adınız və doğum tarixinizi yazırsınız və daha sonra isə həmin hissədə sizin tərəfdaşınızla niyə rastlaşdığınız, birgə məqsədiniz və s. hamısı görsənir. Yəni çox maraqlıdır doğrudan da. Bu hissədə isə uşaq matrisidir. Burada uşaqlarınızla bağlı məlumatlar yaza bilərsiniz. Daha sonra isə matrisdə uşaqlarınızın keyfiyyətləri, yaxşı olduğu sahələr, mənfi ola biləcəyi sahələr və s. bunlar göstəriləcək. Yəni ümumi hər şeylə bağlı spesifik bir bənd var. Onlara daxil olub istifadə edə bilərsiniz. Əgər video faydalı olursa kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.